Bu pasientimizdə zoba bağlı göz böyüməsi var idi. Gözlər həddindən artıq önə çıxmış idi. Birinci etapda orbital dekompressiya əməliyyatı icra olunaraq gözlər arxa alındı. Beləliklə həm iç sümüklər incəldildi, həm də əlavə yağ toxuması götürüldü. Bu əməliyyatı professor Dr. Şafaq Karslıoğlu ilə birlikdə icra etdik. İkinci etapda isə göz qapağında olan deformasiyalar, yəni biz bilirik ki, burada göz bərəlmələri olur, həddindən artıq çox qapaqlarda çəkilmələr olur. Bu əməliyyatda isə göz qapaqlarında deformasiyaları düzəldirik. Alt qapaqdakı çəkilmə, yəni alt qapaq yuxarıya doğru çəkilir, üst qapaq aşağıya doğru çəkilir və gözə uyğun olan şəkil verilir və eyni zamanda həmin pasientin kəprik əməliyyatı da icra olunur.